Gördüyünüz Daiwo markalı paltaryuanda TikTok'dan müştəri nömrəmizi götürüb bizə müraciət edib. Müraciət nədir? Ay usta, paltaryuan barabanı fırlanmır. Əllə də fırladıram, fırlanmır. Qoyuram, start verirəm, belə də fırlanmır. Bəli, bu hal nə haldır? Göstərirəm, diqqətlə axıra qədər baxın. Görürsünüz, getmir. Getmir. Barabanın 3 qulağı var arxasında. Gördüyünüz bu 3 qulaq. Bunun ikisi qırılıb, baraban əyilib qabağa. Əyliyinə görə qazana sürtürür və fırlana bilmir. Onun üçün bunun qazanı opşu dəyişiləcək və problem aradan çıxacaq. Kim istəyirsə, əgər yüksək xidmət, qarantiyalı iş, normal usta, sözünün üstündə duran və işini görən usta, qarantiya verən istəyirsinizsə, nömrəmi səhifədə var. Yox, əgər ucuz iş sizə burada düzəldib 2 gündən sonra nömrəsini tapa bilməyəcəyiniz, zəng eləyəndə sizə cavab verməyəcək, 10 gündən sonra cavab verəcək adam axtarsın, o biz adam deyilik. Özünüzə yaxşı baxın, belə adamlar ümumiyyətlə bizə yığmasın. Biz işə keyfiyyətə üstünlük veririk, normal işini görürük, qarantiya veririk, kağız yazırıq, qol çəkirik və siz də qol çəkirsiniz. Kimin paltaryanla bağlı problemi var, müraciət eləyə bilər. Gördüyünüz bu da LG markalı paltaryandır. Bu da barabanda səslə bağlı gəlib, sökülüb, hal-hazırda yığılacaq, müştəriyə təhvil veriləcək. Təzə modellərdəndir, amma digər ki, nədir? Artıq sıradan çıxıbdır barabanı ağır yüklənməkdən. Barabanların dağılma səbəbi ağır yüklənməkdə, özünüzə yaxşı baxın.